Məlum olduğu kimi, Rusiya Federasiyasının 2026-2030-cu illərə dövlət miqrasiya siyasəti konsepsiyası təsdiqlənib. Yeni strateji sənəddə dövlət miqrasiya siyasətinin Rusiya Federasiyasının milli maraqlarının təmin olunmasındakı rolu və yeri müəyyən edilir. Dövlət idarəetmə sistemində Daxili İşlər Nazirliyi Rusiya Federasiyasının dövlət miqrasiya siyasətinin hazırlanması və həyata keçirilməsinə cavabdeh əsas orqan kimi göstərilib. Koordinasiya funksiyası isə Rusiya Təhlükəsizlik Şurasına məxsusdur. Beləliklə, 2030-cu ilə qədər miqrasiya siyasətinin başlıca istiqamətləri bunlardır. Xarici vətəndaşların Rusiya sərhədlərinə daxil olmalarının və əmək fəaliyyəti üçün təşkilatlanmış qaydada həyata keçirilməsi, onların ölkədə qalma müddətinə nəzarətin təmin olunması və qanunlara tam riayət edilməsinin təmin edilməsi, Rus cəmiyyətinin ənənəvi dəyərlərini paylaşan soydaşların və xarici vətəndaşların Rusiyaya köçməsinə əlverişli şəraitin yaradılması. Hazırda Prezidentin tapşırığına əsasən Rusiya Daxili İşlər Nazirliyi miqrasiya sahəsində nəzarəti gücləndirməyə yönəlmiş tədbirləri həyata keçirir. Qanunsuz miqrasiya və xarici vətəndaşların legallaşdırılmasına yönəlmiş cinayətkarlıqla mübarizə məqsədi ilə Daxili İşlər Nazirliyinin miqrasiya işləri üzrə bölmələrinə əməliyyat istintaq fəaliyyəti və istintaq aparmaq səlahiyyətləri verilir. Xarici vətəndaşların Rusiyaya girişini və ölkədən çıxışını yoxlamaq üçün sərhədlər arası sərnişin daşımaları istiqamətlərində və daxili nəqliyyat qovşaqlarında miqrasiya nəzarəti məntəqələri yaradılır. Xarici işçi qüvvəsinin Rusiyaya gətirilməsi proseduru işə götürənin maraqları əsasında konkret işə götürənin məsuliyyəti ilə təşkil olunmuş qaydada yenidən müəyyənləşdiriləcək. Eyni zamanda bu sistemdə xarici vətəndaşların ailə üzvlərinin Rusiyada qalması nəzərdə tutulmur. Konsepsiyanın həyata keçirilməsi nəticəsində miqrasiya sahəsində dövlət tənzimləməsi üçün yeni mexanizmlər və alətlər yaradılacaq, o cümlədən xarici vətəndaşın rəqəmsal profili və elektron məlumat daşıyıcısı ilə vahid şəxsiyyət vəsiqəsi, xarici işçilər üçün öncədən hazırlıq sistemi və təhlükəsiz logistika sistemləri. Bundan əlavə, Rus cəmiyyətinin ənənəvi, mənəvi əxlaqi dəyərlərini paylaşan soydaşlar və xarici vətəndaşların Rusiyaya köçməsinin təşviqi üçün əlavə şərait yaradılacaq. Bəs bu yeni miqrasiya konsepsiyası xüsusən Rusiyada yaşayan azərbaycanlılar və Rusiyaya gəlməyi planlaşdıran azərbaycanlılara necə təsir edəcək? Mümkün çətinliklər və risklərdən başlayaq. Yeni konsepsiyaya əsasən miqrasiya məntəqələrində və sərhəd keçidlərində kontrol artacaq. Sənədlərin yoxlanması, rəqəmsal profillər və identifikasiya sistemləri geniş tətbiq ediləcək. Buna görə də sənədlərdə uyğunsuzluq riski arta bilər. Təşkilatlanmış qəbul sisteminə gəlincə isə bu halda işçini konkret işə götürən üçün gətirmək miqranta çeviklik verməyə bilər. İşi dəyişmək və ya sərbəst fəaliyyət göstərmək çətinləşə bilər. Ən əsası isə ailə üzvlərinin Rusiyaya daxil olması və qalması yeni konsepsiyada nəzərdə tutulmur. Bu, ailəli azərbaycanlılar üçün böyük mane ola bilər. Bütün hallarda ekspertlərin fikrincə yeni konsepsiya Rusiyanın miqrasiya siyasətini daha sərt və texnoloji əsaslı edir. Bu isə Rusiyada yaşayan və ya ora getmək istəyən azərbaycanlılara bir sıra nəticələr doğura bilər. 1. Gücləndirilmiş nəzarət, yəni sənədlərin, qeydiyyatın və iş icazələrinin yoxlanması artacaq, kiçik pozuntular belə cərimə və ya deportasiyaya səbəb ola bilər. 2. İşə götürənə bağlı sistem, yəni işçi yalnız konkret işə götürənin məsuliyyəti altında gələ biləcək. İşi dəyişmək daha çətin olacaq. 3. Ailə üzvlərinin məhdudiyyəti, yəni bu proqram çərçivəsində işçinin ailə üzvlərinin Rusiyada qalması mümkün olmayacaq. 4. Rəqəmsal nəzarət, yəni rəqəmsal profil və elektron şəxsiyyət vəsiqəsi vasitəsilə miqrantlar üzərində daimi nəzarət həyata keçiriləcək. 5. Dəyərlər üzərində seçim, yəni Rus mədəniyyətinə yaxın, qanunlara hörmət edən və dili bilən şəxslərə üstünlük veriləcək. 6. Kölgə əmək bazarına zərbə, yəni qeyri-rəsmi iş imkanları azalacaq, çünki işə götürənlər daha çox məsuliyyət daşıyacaqlar. Və 7. Qanuni miqrantlar üçün üstünlük, yəni qaydalara əməl edən, Rus dilini bilən və inteqrasiya üçün səy göstərən azərbaycanlılar daha sabit və uzun müddətli status qazana bilər. Tövsiyələrə gəlincə isə ekspertlər məsləhət görür ki, qeydiyyat, icazə və sənədlərin vaxtını diqqətlə izləmək, qeyri-qanuni işlərdən uzaq durmaq, ailə üzvlərinin qalması ilə bağlı qaydaları öncədən araşdırmaq, Rus dilini inkişaf etdirmək və yerli qanunlara riayət etmək, hüquqi məsləhət almaq və yenilikləri daim izləmək mütləqdir. Beləliklə, bu yeni konsepsiya sərt və nəzarət elementlərini gücləndirir. Ancaq eyni zamanda qanuni inteqrasiya olunmuş miqrantlar üçün müəyyən imkanlar təqdim edə bilər. Rusiyada yaşayan və ya Rusiyaya yönələn azərbaycanlılar üçün əsas məsələ hüquqi statusu qorumaq, sənədləri qaydasında saxlamaq, inteqrasiyaya hazır olmaq və miqrasiya orqanlarının dəyişən tələblərini diqqətlə izləməkdir.